Biz nəzm və nəsri keçəndə biz demişdik ki, iki cür yaradıcılıq forması var. Yəni bizim yazıçılarımız, şairlərimiz durub nəsə bir əsər yazanda iki cür yaza bilərlər. Ya nəzmlə yaza bilərlər, ya da nəsrlə. Nəzm nəsrdən fərqli olaraq bir sıra xüsusiyyətlərə malikdir. Biz bunları demişdik. Nələr aid idi bura? Rədifi olurdu nəzmdə, nəzmin qafiyəsi olurdu, ahəngi olurdu, bölgüsü olurdu. Bir də orada biz vəzn demişdik, yəni ölçü. Bu ölçü yadınızda saxlayın. O şeirdəki o ölçü, yəni vəzn bənddəki misraların sayına görə qətiyyən deyil. Misraların uzunluğuna görədir. Yəni bir misrada 10 saytı var, 11 saytı var, 15 saytı var. Bax, ona görə vəzinlərə bölünür. Yəni alt-alta olan misraların sayına görə yox, bir misrada olan saytların sayına görə şeir vəzinləri 3 yerə bölünür. Heca vəzni, əruz vəzni, bir də sərbəst şeir. Baxın, burada diqqətinizi çəkə bilər. Heca və əruzə vəzin deyirik, sərbəstə şeir deyirik. Niyə? Heca vəzin nə deməkdir? Ölçü. Yəni orada bir ölçü var. Heca vəznində bəli ölçü var, əruz vəznində ölçü var. Sərbəst şeirdə adından göründüyü kimi biraz sərbəst yanaşılır. Yəni bir misra ilə o biri misranın uzunluğu tam demək olar ki, bərabər olmur. Təsadüf hallarda bərabər olur. İndi amma yenə də biz özümüzü dağa daşa salmadan belə deyirik. Şeir vəzinləri 3 yerə bölünür. Heca vəzni, əruz vəzni və sərbəst şeir. Bunların üçün haqqında da məlumatımız olacaq. Baxmayaraq heca vəzni haqqında burada məlumatlar biraz artıq ola bilər və yaxud da əruz vəznində mən indi burada bu videoda nələr deyirəmsə bizə onlar da bəhs edəcək. Heca vəzni ədəbiyyatımız üçün ən qədim və doğma vəzindir. Niyə doğma vəzindir? Çünki heca vəznində yazılan şeirlərin dili sadə olur, daha yaxşı yadda qala bilir və ilk dəfə elə bizim ədəbiyyatımız təbii ki, bilirsiniz də şifahi ədəbiyyatın tarixi yazılı ədəbiyyatdan daha qədimə gedir. İlk ədəbiyyatımız şifahi ədəbiyyat olub və bu heca vəznində yaranıb. İndi gələcək biz mövzularda keçəcəyik. Nəğmələr, holavarlar, nə bilim, sayas sözlər, sonra laylılar, oxşamalar, bayatılar. Bax, onlar hamısı heca vəznində yazılıb. Amma baxın, şifahi ədəbiyyatda ilk dəfə bizim ədəbiyyatımızda yaranan heca vəzni olub. Elə şifahi ədəbiyyatımızda heca vəznindən də gedib irəliyəli, ancaq şifahi ədəbiyyatımızda heca vəzni olub. Yazılı ədəbiyyatda isə ilk dəfə heca vəzni olmayıb. İlk dəfə əruz vəzni olub. Əruz vəzninin heca vəznindən fərqini bir-birindən izah edəcəm. Əruz vəzni nə vaxt, yazılı ədəbiyyatda nə vaxt heca vəzni yaranıb? Şah İsmayılın Xətayinin dövründə, yəni belə deyək də 15-ci əsrin sonu 16-cı əsrin əvvəllərində artıq Azərbaycanda yazılı ədəbiyyatda heca vəzni istifadə edilməyə başlayıb. Amma ondan əvvəl Nizami, Füzuli, Nəsimi kimi sənətkarlarımız, Xaqani Şirvani kimi sənətkarlarımız əruz vəznində yazılıb. Nəysə, başlayaq. Heca vəzni ən qədim və doğma janrdır. Kitab-ı Dədə Qorqudda, Koroğluda, Avesta olan şeirlərimiz heca vəznindədir. Çünki Kitab-ı Dədə Qorqudda, Koroğluda onlar şifahi ədəbiyyat sayılır. Şifahi ədəbiyyatda ancaq heca vəznində olur. Bu vəzində indi burada nə yazılanları təbii ki, siz oxuyarsınız, amma 3 məsələ var. Yəni bizim üçün heca vəznində bizim üçün 3 məsələ önəmlidir. Nədir o 3 məsələ? Bunlardan birinci misradakı hecaların sayının, adına baxın heca, misradakı hecaların sayının bərabərliyi. Yəni birinci misrada 11 heca varsa, ikinci misrada da 11, üçüncü misrada 11 heca olmalıdır. Düzdür, bəzən bu pozula bilir, amma qayda əsasən belədir də. Necə ki, bizim üçün yol polisləri qayda təyin edir ki, buradan sağa dönmək olmaz. Bu qayda belədir. Düzdür, təsadüfən gəlib biri ya bilmədən, ya da bilərək o qaydanı pozur. Amma qayda qaydadır. Yəni, heca vəznində deyir ki, məndə yazılan şeirlərdə misallarda hecaların sayı bərabər olmalıdır. 7 varsa, 7, hamısında da 7 yetməlidir. Hətta şifahi ədəbiyyatda heca vəznində bir misrada görürsünüz, bax, yazmışıq qız evi, naz evi. Birinci misra qız evidir, 3 heca var. İkinci misrada naz evidir, 3 heca var. Saxla zamanı, gələr zamanı görürsünüz. Birincində 5 hecadır, ikincində də 5 hecadır. Yəni 3, 4, 5 ən çox düzdür. Misradakı hecaların sayı ən çox 8 və 11 olur. O da gələcək dövrlərdə, mövzularda keçəcəyik gəraylı və qoşma. Nəysə, heca vəzninin birinci şərti misradakı hecaların sayca bərabərliyidir. İkinci şərti nə olar? İkinci şərti
heca vəzninin bölgü prinsipidir. Yəni birinci misrada məsələn bölgümüz belədir. Yəni 6-5. Yəni 6 hecanı oxuyandan sonra biraz fasilə verib 5 hecanı oxuyursan. Məsələn, çərşənbə günündə çeşmə başında. Bunu dayanmadan belə oxuya bilmərəm. Şeir çox mənasız olar. Bax belə deyirəm. Çərşənbə günündə 6 çeşmə başında 5. Birinci misrada 6-dırsa, ikinci misrada 6 üstəgəl 5-dirsə, ikinci misrada da 6-5 olmalıdır. Düzdür, bəzən bu da pozula bilər, amma qayda olaraq belə olmalıdır. Bu da heca vəzninin ikinci şərti. Üçüncü şərti isə, bax o misranı bölürük ya ortadan. Ya 2 yerə, ya 3 yerə. O zaman sözü ortadan bölə bilmərik. Yəni mən belə deyə bilmərəm. Çərşənbə günündə çeşmə başında deyə bilmərəm. Günündə sözünü bölə bilmərəm. Deməli belə eləyə bilərəm. Çərşənbə günündə ya çərşənbədən sonra fasilə eləyə bilərəm, ya günündən sonra, ya çeşmədən sonra da bir sözü ortadan bölə bilmərəm. Deməli heca vəzninin bu 3 şərti var. Sonra orada da indi nəsə qeyri-adi bir şey görsəz sizi qorxutmasın. Keçirsiniz əruz vəznində. Əruz vəznində maşallah burada geniş yazmışıq biraz. Niyə? Çünki uşaq gedib dərslikdə hər hansı bir geniş məlumatlar görəndə gəlib demişsin ki, ay müəllim, burada çoxdur, orada azdır. Yəni mənim nə deyirəmsə o da bəsdir. Sizə bəsdir. Əruz vəznində yazılan şeirlərdə biraz dili çətin olur. Niyə? Ərəb fərs sözləri çox olur. Niyə? Çünki əruz vəzni bizim öz doğma vəznimiz deyil. Əruz vəzni ərəblərin yaratdığı bir vəzindir. Hə, bəs əruz vəzninin burada yazılıb, görsə altına xətt çəkmişəm, deməli lazımdır. Geniş yol yazılıb burada. Geniş yol, çadırın ortasına vurulan dirək, iki mənası var ərəb dilindən tərcümədə. Geniş yol, çadırın ortasına qurulan dirək, bir də şeir haqqında elm. Deməli, elə düşünün ki, ərəb dilində bu amonimdir, iki mənası var. Deməli, bizə onun hansı mənası önəmlidir? Təbii ki, onun bu mənası önəmlidir. Çünki şeir haqqında danışırıq biz. Əruz sözünün mənalarından biri də nə oldu? Şeir haqqında elm deməkdir. Klassik şeirlərimizin çoxunda istifadə edilib. Klassik şeirimiz o deməkdir ki, qədim dövrə aid olan yazılı ədəbiyyat nümunələri, yəni Nizami, Füzuli, yadınızda saxlayın, Nizamidir, Füzulidir, Xaqani Şirvani. Bunlar klassik ədəbiyyat sayılır, yəni qədim dövr yazılı ədəbiyyatı. Yəni yazılı ədəbiyyatda ilk yaranan vəzin əruz olub, ta ki xətaiyə kimi. Sonra da əruz bitməyib. Elə əruzla heca bərabər davam edib, inkişaf edib ikisi də. Əruzda bu gün də yazanlar var. Qəzəllər kimsə yazırsa, deməli əruzda yazır. Hə, əruzdan nəyi bilməliyik? Baxın, şifahi deyirəm buradan. Əruzda bir misrada hecaların sayı bərabər olmaya bilər. Düzdür, yaxın olmalıdır. Bəzən birində 11, ikinci misrada 12 ola bilər. Amma oxuyan zaman 11 hecada, 11 hecalı misrada oxuyan zaman hər hansı bir sayt artırılır və bərabərləşir demək olar ki. Təbii ki, hansısa bir şeiri sizə verib, heç vaxt deməyəcək ki, burada filan misrada 11 hecadır, filan misrada 12 hecadır, yan-yanadır. Siz onu elə oxuyun ki, 12 heca olsun. Ona görə özünüzü qorxutmağa dəyməz. Ona elə şifahi yadınızda saxlasınız, bəsdir. İkinci şərtlərindən, yəni burada deməli misradakı hecaların sayı bərabər olmağa əsas şərt deyil. Sonra bölgü bütöv söz prinsipinə əsaslanır. Yəni sözü istənilən yerdə bölə bilərik. Amma ona görə də yadınızda saxlayın ki, bizə heç vaxt əruz vəznində olan şeirin bölgüsü verilməyəcək. Görürsünüz, bax, burada bölgüyə aid nümunə verilmiş. Görürsünüz necə çətindir. Mən, cahan, mülkündə. Ona görə heç vaxt heç bir şeirdən əruz vəznində olan şeiri bizə verə bilməz ki, bölgüyə bölün, narahat olmayın. Amma üçüncü şərt odur ki, və əsas şərt odur ki, uzun və qısa saytların bir-birini izləməsi. Hə, bax bu önəmli şərtdir. Yəni əruz vəznində bax burada qeyd edilmiş, altına xətt çəkilmiş hissədə burada qeyd edilib. Əsas şərtlərdən biri uzun və qısa hecaların bir-birini izləməsidir. Yəni baxın, bax bu misrəyə gələk. Görürsüz? Uzun, qısa, uzun, 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 qısa, uzun, 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 qısa, uzun, uzun və s. gedib. Görürsünüz? Bir beytdə 2 misra var, hamısında eyni gedib. Deməli, o biri də arxasından gələnlərdə də elə gedəcək. Yəni, birinci misrada, məsələn, birinci misrada uzun, qısa, uzun, uzundursa, ikinci misrada uzun, qısa, uzun, uzun olmalıdır. Üçüncü misrada uzun, qısa, uzun, uzun olmalıdır hecaları. Hə, bunu da durub heç vaxt, heç bir beyti götürüb uzun heca, qısa heca deyə bölməyəcək, narahat olmayın. Siz əruzun şərtini bilin, durub şeirdə onu tətbiq eləməyəcəksiniz. Elə düşünün ki, ismin tərifini əzbərləyirsiniz, isim ad bildirir. Durub onu nümunədə tapmırsınız. Bax, əruz heca elə şeydir. Yəni, şərtlərin bilin, amma nümunədə əruz vəznində durub nəsə axtarıb bölgüzat bölməyəcəksən. 3 şərti oldu. Keçdik. Əruz vəznində belə, burada heca prinsipi yazılıb, bölgü prinsipi yazılıb. Burada özünüzü çox yormayın.
Yəni mən dediklərimi, qısa dediklərimi elə bəsdir. Burada da özünüzü oxumaq o qədər də önəmli deyil. Keçin bura həzəz rəməl. Bunu görəcəksiniz. Bura keçin. Bu nə deməkdir? Elə düşünün ki, ərzun 19 növü olub. Yəni ərzun elm aləmində bəhri nə deməkdir? Növ. Bax burada yazılıb. Ərzun 19 növü var. Ondan bizim ədəbiyyatımızda əsasən 11-dən istifadə edilib. 19 növü var, 11-dən istifadə edilib. O növlərdə nəyə görə bölünür, o da sizə lazım deyil. Elə belə yadınızda saxlayın. Amma baxmayaraq ki, 19 növü olsa da ərzun ərəb ədəbiyyatında bizdə ən çox neçə növündən istifadə edilib? 5 növündən istifadə edilib. İndi hansılardan daha çox istifadə edilib, onlara baxaq. Görürsünüz həzəc. Siz burada nəyi öyrənməlisiniz? Həzəc sözünün mənası nə deməkdir? Altını xətt çəkmişəm. Xoşa gəlin, havaz, gözəl səs. Bitdi. Sonra keçirsiniz. Burada həzəc bəhrində yazılan əsərlər yazılıb. Görürsünüz, bax burada. Bunları öyrənməyin. Niyə? Çünki gələcəkdə Dəhnamə əsərin keçəndə, Leyli və Məcnun keçəndə onsuz biləcəksiniz bu həzəci. İndi o əsərin adın, o əsərin sən tərkibi haqqında məlumatın olmadığı sonra mən sənə əzbərlətdirmirəm. Soruşmayacağam həzəc bəhrində hansı əsərlər yazılıb, soruşmayacağam. Bir dənə həzəcin mənasını soruşacağam. Rəməl bəhrinin mənası nədir? Ləngərləmək, dalğalana, ağır yerimək. Bu nə deməkdir? Yəni mən durub rəməl bəhrində olan bir şeir yazıramsa, o sürətli oxunmayacaq. O biraz belə aram-aram oxunacaq. İstəyirsiniz bir nümunə deyim. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Bu bir misra idi. İkinci misra. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Yəni bax əruz bəzində görürsünüz necə dalğalana, ləngər vura-vura oxuyuram. Bax Rəməl bəhrində bu. Daha durub əzbərləməyəcəksiniz. Rəməl bəhrində söz, cuşqul yazılıb, onu əzbərləməyəcəksiniz. Xəfif sözünün mənası nə deməkdir? Yüngül, oynaq, zərif. Bildiniz, bəsdir. Keçirsiniz. Səri sözünün mənası nə deməkdir? Sürətli, tez, bəsdir. Bildiniz, keçsiniz. Sonra münsəri sözü cəld, sevik, sürətli. Müstəsdə kəsilmiş, kökündən qoparılmış deməkdir. Bitdi. Əruz vəznində işimiz bitdi. Sərbəst şeirdə də burada çox məlumatlar yazılıb. Elə belə oxuyarsınız özünüz üçün, mən dediklərim əsasdır. Sərbəst şeirdə bir şeirin növüdür. Sadəcə olaraq, yəni nağıl deyil də şeirdir. Amma sadəcə olaraq burada misralarda hecaların sayı qətiyyən bərabər olmur. Bir də görürsünüz, birinci misrada 11 hecadır, ikinci misrada 5 heca, üçüncündə 7. Amma deməli hecaların sayı önəmli deyil, rədif önəmli deyil, qafiyə var, amma o qədər də önəmli deyil. Məsələn, heca vəznində yazılmış tutaq ki, bir şeirdə hər bəndin misraların sonunda görürsünüz qafiyə olur. Amma sərbəst şeirdə yazılan şeirlərdə qafiyə bir də görürsünüz 5 misradan bir ola bilər, 6 misradan bir ola bilər. Bəzən yan-yana bir 3-4 misrada olur, sonra bir 10 misrada qafiyə olmur. Onu da heç vaxt durub sizə soruşmurlar. Sərbəst şeirində yazılmış şeirlərdə qafiyə necə olur? Birinci misrada olur, yoxsa soruşmurlar. Elə belə şərtin yadınızda saxladım, bildiniz, bəsdir. Amma ahəngdarlıq olur. Yəni şeirdirsə, adı şeirdirsə, deməli sən onu nağıl kimi oxumayacaqsan da ahəngdar şəkildə oxuyacaqsan ki, diqqəti cəlb etsin. Bitdi. Sərbəst şeirinin ən yaxşı nümunələrini Rəsul Rza yaratmışdır və sərbəst şeirə heca vəzninin təsiri özünü göstərə bilir. Bitdi. Vəznlərlə işimiz bitdi. Keçirik ədəbi növlərə. Ədəbi növlərdə nələri bilmək lazımdır? Ümumiyyətlə ədəbi növlər nəyə görə 3 yerə bölünür? Biz demişdik, ədəbiyyat həyatı əks etdirir. Yəni, məsələn, deməmişdik, tutaq ki, rəssam durub fırça ilə, nə bilim, heykəltərəşlər durub gildən, torpaqdan nədən istifadə edib bir əsər yaradıb həyatı göstərirlərsə bizə, ədəbiyyatda da şeirlə, sözlə, əsərlə, sözlə ədəbiyyat həyatı əks etdirir. Deməli, ədəbiyyat həyatı bizim qabağımızda açıb göstərdi. Elə bir film oxuyuruq, bir əks etdirir nə deməkdir? Göstərir. Elə belə ədəbiyyatda bir əsəri oxuyuruq, elə bir filmə baxırıq, bizə göstərir. Deməli, ədəbiyyat həyatı 3 cür əks etdirə bilər. Əks etdirməsinə görə ədəbiyyat 3 yerə bölünür. Burada qeyd edilmiş. Epik, lirik, dramatik növ. Deməli, bizə bugün epik lazımdır. Epik növün da yazılan əsərlər, elə yadınızda saxlayın ki, bir hekayələr, böyük romanlar, povestlər, o bəzən olur bir 500 səhifəlik bir əsər. Bax, onlar epik növdür. Görürsünüz necə geniş olur, epik növdə yazılan əsərlər, təsvir olur. Deməli, epik növün 2 əsas şərti var. Baxın, yadınızda saxlayın. Deməli, epik növün 2 əsas şərti var. Birinci nədir? Təhkiyə. İkinci nədir? Təsvir. Yəni, həm təhkiyə var, biri vardı, biri yox idi, nə bilim, bir uşaq var idi və s. Təhkiyə, nağıl edir də, təhkiyə nağıl etmək deməkdir. Həm də təsvir.
Məsələn, payız fəsli idi, yarpaqlar tökülmüşdü, saralmışdı. Yarpaqlar insanların ayağının altında qalıb xırça-xırç səslər çıxardırdı, təbiət insana. Görürsüz, təbiəti təsvir eləyir. Epik növdə yazılmış əsərlərdə bunlar olur. Təhkiyə və təsvir. Epik növün özü də epos sözündən götürülmüşdür və hekayə mahnı deməkdir. Epos sözü həm də dastanlara da epos deyilir. Nəysə. İndi çox özünüzü bu hissələri oxuyarsınız. Epik növbə təsviri janrda deyilir. Elə belə oxuyarsınız. Nə yadınızda qalar. Əzbərləmək lazım deyil. Sadəcə 2-3 dəfə oxumaq lazımdır. İndi keçirik əsas nəyə? Əsasların üzərində qalıram. Əsas epik növdə yazılan janrlar. Məsələn, birincisi təmsil. Görürsünüz, bənd-bənd yazmışam. Təmsildə allegoriya mütləqdir. Allegoriya nə deməkdir? Yəni allegoriya o deməkdir ki, orada tutaq ki, Əli, Samir, Xəzər adlı obrazlar olmur. Orada heyvanlar, cansız əşyalar danışır. Allegoriya bu deməkdir. Deməli, təmsildə allegoriya mütləq olur. Sonra sonu nəsihətamiz bitməlidir. Yəni sonunda müəllif bir nəsihətamiz fikirlər deyir. Əsasən nəzmlə yazılmalıdır. Sonra bədii gülüşdən istifadə edilir. İndi gülüşün də nə olduğunu bilmədiyi üçün geniş bundan danışmayacağam. Gələcək mövzularda keçəcək. Bədii gülüş, yəni tənqidi bir şeydə, belə deyək. Əsasən nəzmlə yazılır, həcmi də kiçik olur, çox da böyük olmur. Təmsil haqqında bu qədər. İndi oxumusunuz uşaqlıqda Tülkü və Qurd, Şir və Çaqqal və s. Keçirik ikinci janrımız olsun hekayə. Hekayə də nə qədər hekayə oxumusunuz yəqin ki aşağı siniflərdə. Hekayə epik növün janrlarından biridir. Həcmcə kiçik olur. 5-6 səhifə, 3 səhifə, 2 səhifə. Obrazların sayı az olur. 2 nəfər, 5 nəfər, 3 nəfər və s. Bir süjet xətti olur. Yəni bu çox önəmli bir fikirdir. Bir xətt olur. Yəni bir mövzudan danışılır. Tutaq ki, ana mövzusu varsa, orada ana mövzusundan danışılır. Bax, aşağı sinifdə bəlkə oxumusunuz, Bomba adlı bir hekayə var, Bomba. Orada olur, yəni bir kişi polis idi, onu istəyirlər ki, sən yaxşı polis işləmirsən. O da başlayır, küçədə gəzir, bir dənə görür ki, küçədə kiminsə qapısına, küçədə nəsə yumru bir şeylər gəldi. Sevinir ki, yəqin mən bomba tapdım da tez polislə, istər nəzə də bildirir ki, falan kəsin evinə bomba gəldi. Axırda gəlib tapırlar, görürlər ki, bu qarpız imiş. Görürsünüz, ancaq bu hadisələr bu şeydən danışıldı. Deməli, bu hekayə də, yəni hadisələr başqa mövzulardan danışılmadı, ancaq bir mövzudan danışıldı. Hekayənin də bir dənə növü var, yadınızda saxlayın. Baxın, hekayənin bir dənə növü var, adı novelladır. Yəni, novella ayrıca janr deyil, hekayənin bir növüdür. Yadınızda saxlayın. Hansı hekayələrə novella deyilir? Sonu gözlənilməz sonluq ilə bitən. Biz 2 dənə novella keçəcəyik gələcək mövzularda. Bomba, bir də Qurbanəli bəy. Görünüş, sonu gözləmədiyin şəkildə bitir. Deməli, bütün hekayələr novella olmuyor. Sonu gözlənilməz sonluqla bitənlər novella olur. Sizə də tanımadığınız, bilmədiyiniz bir əsəri verməyəcək ki, bu hekayədirmi, bu novelladır, yoxsa yox. Ona görə konkret 2 dənə novella keçəcək, onu keçəndə də deyəcəm. Ona görə özümüzü yormuruq. Keçirik, növbəti janrımız povest. Povest rus sözdür, nə bilim nə, bunları heç keçdik. Nəql etmə, danışıq deməkdir. Povest belə düşünün də hekayənin böyük bir formasıdır, böyük bir qardaşdır. Şərtləri yazılıb burada. Povestdə obrazların sayı çoxdur. Povestdə yazılıb burada əhatə dairəsi genişdir. Yəni o 5-6 səhifə isə bu bəzən 20-30 səhifəyə girib çıxır. Povestdə təsvir daha genişdir. Təfsilatlı bilirsiniz nə deməkdir? Geniş deməkdir. Povest nəsrlə olur. Yadınızda saxlayın. Povest nəsrlə olur. Hekayə həm nəsr ola bilər, həm nəzm ola bilər. Təmsil əsasən nəzm olur, bəzən nəsr ola bilər. Hekayə əsas ikisində də ola bilər. Povest isə ancaq nəsrlə olur. Süjet xətti. Yəni bir dənə əsas süjet xətti olur. Bəzən köməkçi xəttlər də ola bilir povestdə. Getdik roman janrı. Roman janrı daha böyüdür. Povestdən böyük. Povestdə 20-30 səhifədirsə roman 200 səhifə, 300-500 səhifə olur. Obrazların sayı daha çox olur. Roman həm nəsrlə yazıla bilər, həm nəzmlə yaza bilər. Epik növün həcmcə
ən iri janrıdır. Bəzən 2 hissəli olur romanlar. Yəni 2 hissəli görürsünüz nə deməkdir? Yəni roman o qədər genişdir ki, bir kitabda sayda bilmirlər, 2 kitabda, bəzən 3 kitabda olur. Romanlar tarixi mövzuda olursa, tarixi roman olur. Psixoloji romanlar ola bilir. Bunları elə belə oxuyursunuz özünüz üçün. Romanın da ən böyük forması, yəni bəzən olur 3 kitab olur, artıq ona epopeya deyilir. Baxın, necə hekayənin bir növü var idi, novella, romanın da ən böyük formalarına epopeya deyilir. İlk romanda hansıdır, o qədər də önəmli deyil sizin üçün. Keçirik oçerk. Oçerk də epik növün kiçik janrıdır, hekayə kimi. Fərq odur ki, hekayədə ağlıma gələn bir mövzunu götürüb özündən uydururdun. Yəni o həyatda heç demək olar ki, elə şeylər söhbət olmur. Amma oçerk həyatda olmuş bir şeyi yazırsan, amma həyatda olmuş bir şey olduğu kimi də yazsan, axı o tarixi olar. Deməli olar biraz məcazilər artırmalısan, biraz özündən əlavələr eləməlisən. Yəni real faktları, real fakt əsasında, məsələn, tanıdığın bir bəylə bir xanımın məhəbbəti, tanıdığın, gördüyün ki, belə bir şey olub. Yazırsan, amma biraz əlavələr edirsən özündən. Təsvir vasitələri, ifadə vasitələri artırırsan. Yəni həm nəsrlə, həm nəzmlə yazıla bilər. Xatirənin adı memuar deməkdir. Xatirə yəni gündəlik həyatımızda olan qeydlərdir də, müəllifin qeydləridir. Xatirə yazması mütləq yazıçı şair olmaq lazım deyil. Yəni biz elə özümüz də yaza bilərik. Xatirə bəzən çox kiçik, bəzən çox böyük ola bilir. İnsan var 30 illik həyatın xatirə kimi yazır. Ona görə bunun üzərində də çox dayanmırıq. Burada qeyd yazılıb bir dənə, yəni yazılıb ki, epik növ ayrıcadır, lirik növ ayrıcadır. Amma bəzi əsərlər var ki, uşaqlar, orada həm təhkiyə təsvir var, həm də lirik növün şərtləri var. Yəni tərənnüm. Deməli, həm burada epikin təsiri var, həm lirik növün təsiri var. Bu janrlardan biri hansıdır? Poema. Görürsünüz, poema qarışıq janr deməkdir. Qarışıq nə deməkdir? Yəni orada həm epikin təsiri var, həm lirikin. Bir dənə də belə bir janr var, dastan. Orada da epikin təsiri olur, lirik növün təsiri olur. İndi gələcəkdə lirik növdə keçəndə bunu daha yaxşı başa düşəcəksiniz. Deməli, bax indiyənə kimi bu xatirəyə kimi danışdığımız nə vardısa, yuxarıdakılar, hamısı sırf epik növün janrı idi. Bu poemada isə epiklə bərabər lirikin də payı var. Burada həm təsvir təhkiyə olur, həm də tərənnüm ola bilir. Ona görə poema epik, lirik janr sayılır. Poema, burada artıq keçirik, nəzmlə yazılır. Həm həruz, həm də hicra vəznində yazıla bilər, sərbəst şeir şəklində yazıla bilər. Sonra klassik ədəbiyyatda əsasən əruz vəznində yazılıb bu heç. İlk poema Töhfət-i Raqeyndir. Nə bilim, süjet xətti olan ilk poema Xosrov Fəşirində. Bunları yadınızda qalmasın dolar. Çünki o ilkləri, o əsərləri mən keçəndə artıq sizə xatırladacağım. Poemada bu qədər. Uğurlar sizə.